Təsəvvür edin ki, insanın həyatında bir bədbəxtlik baş verir, o övladını itirir, yaxud da xəstəxanaya gedir və həkimlər ona bu ürək açmayan xəbəri verirlər. 4-cü dərəcə xərçəngsən və ömrünün bitməyinə çox az qalıb. Stoyaçılar bu adama deyirlər, amor fati. Dostlar, bugün ən çətin stoy praktikasından danışırıq. Latin dilindən tərcümədə mənası başına gələnləri, taleyini sevmək olan amor fatidən. Bu ideyanın kökü lap qədim stoiklara gedib çıxır. Epiktetus deyirdi ki, hadisələrin istədiyin kimi baş verməyini yox, baş verdiyin kimi olmağını istəsən, həyatın axıcı olacaq. 19-cu əsrdə Nietzsche bu anlayışı daha da dramatikləşdirir. O deyirdi ki, mənə görə insan aliliyinin formulası amor fatidir. İnsan heç nəyin fərqli olmasını istəməməlidir. Nə keçmişdə, nə gələcəkdə, nə də bütün əbədiyyətdə. Onun əbədi sonsuzluq nəzəriyyəsi var. Bu nəzəriyyədə o deyir ki, təsəvvür elə ki, sən öz həyatını sonsuz sayda təkrar yaşayırsan. Bütün əzablarla, əziyyətlə birlikdə. Bu ideya səni qorxudur, yoxsa bunu yaşamaq istəyirsən? Məhz Nietzscheyə görə amor fati baş verən bütün əzablara, əziyyətlərə baxmayaraq taleyini sevmək və onu dəfələrlə yaşamağı istəməkdir. Mənə görə ekzistensializmin müjdəçisi bu anlayışı ifrata vardırır. Hər halda bəlkə mən indi orada deyiləm. Amma Stoya fəlsəfəsi buna daha praktik yanaşır. Stoya fəlsəfəsinə görə kainat ilahi ağıl logos tərəfindən rasional bir şəkildə nizamla düzülüb və baş verənləri qəbul etmək bu nizamla harmoniyada yaşamaqdır və daha böyük, daha müdrik ilahi bir ağlın bütövlüyünə inanmaqdır. Burada hardasa İslam fəlsəfəsi ilə analogiya da var. Belə ki, İslam fəlsəfəsinə görə bizim məsuliyyətimizdə olmayan şeylər ilahi iradənin gücü ilə baş verir. Nietzsche isə bütün bu teoloji ideyaları rədd edirdi. O deyirdi ki, kainatın quruluşunda heç bir nizam yoxdur və heç də hər şey məqsədlə baş vermir və səbəbsiz baş versə belə, yenə də biz başımıza gələnləri sevməliyik və onu istəməliyik. Stoya fəlsəfəsi amor fatiyə pasiv qəbullanma kimi baxmır. Bilir ki, bu fəlsəfə nikbin bir fəlsəfə və mübariz ruhlu bir fəlsəfədir. Və bu fəlsəfənin özəyində əvvəlki videolarda danışdığım kimi bizim təsir edə biləcəyimiz, nəzarətimizdə olan şeylərlə bizdən asılı olmayan şeylər arasında fərqi anlamaq durur. Və amor fati anlayışına görə biz yalnız nəzarətimizdə olan şeylərə fokuslanmalı, onlar üçün mübarizə aparmalıyıq. Gəlin qayıdaq mənim başda çəkdiyim bu xəstəlik misalına. Belə bir halda əgər xəstəliyin yumşalması üçün nəsə edə bilərsənsə, bunu etməlisən, müalicə götürməlisən, amma artıq edəcək bir şey qalmıbsa, burada idarə edəcəyin yeganə şey sənin düşüncələrin və sənin ona verdiyin reaksiyadır. Stoya fəlsəfəsinə görə insanlar başına gələnlərə niyə mən, niyə məhz bu mənimlə baş verir deməməlidir. Ona bir müəllim kimi baxmalıdır. Bu hardasa Yunan mifologiyasındakı katabezis anlayışına analogiyadır. Belə ki, Yunan mifologiyasında katabezis yer altına enmək, düşmək kimi izah olunur və qəhrəmanın inkişafında çox vacib bir mərhələdir. Məsələn, Odysseus hadisə enir və Herakl ən çətin tapşırıqlarını məhz yer altında edir. Və bu mifologiyaya görə qəhrəman məhz anabezisə, yüksəkliyə çatmaq üçün birinci aşağıya enməlidir. Əzab o zaman qəhrəmanı inkişaf elətdirən bir amilə çevrilir ki, o şuurlu şəkildə baş verir, ona bir məna qatılır və qəhrəman ona öz daxili inkişafında bir amil kimi baxır. Elə Stoya fəlsəfəsindəki kimi. Amor fatinin qəbullanmaq hissəsindən danışanda həmişə çox sevdiyim bir misal çəkirəm. Bu Viktor Frankl'ın İnsanın Məna Axtarışı kitabından bir epizoddur. Kimsə tanımırsa, Viktor Frankl Holocaust dövründə Auschwitzə daxil olmaqla bir sıra nasist düşərgələrində olmuş Yahudi əsilli psixiatr idi. O düşərgədə öz davranışla bir sıra insanların rəğbətini qazanmışdı. Bunlardan biri də düşərgələrdəki nəzarətçilərdən biri idi. Bu nəzarətçilər biz tarixi faktlara əsasən bilirik ki, düşərgədəki əsirlərlə çox qəddar davranırlar. Lakin öz davranışı, söhbətləri ilə Viktor Frankl oradakı nəzarətçilərdən birinin simpatiyasını, ürəyini qazana bilmişdi. Vaxtaşırı düşərgədəki əsirləri qruplaşdırıb fərqli düşərgələrə göndərirlər. Bir gün həmin nəzarətçi Viktor Frankla yaxınlaşır və deyir ki, onun adı ölüm düşərgəsinə gedən adamların adları siyahısındadır. Və ona təklif edir ki, onun adını sildirib digər siyahıya saldırsın. Viktor Frankl bu barədə düşünür və qərarı alır ki, bu barədə heç bir addım etməsin və bu hadisələrin gedişini həyatın axışına buraxsın. Sonra da məlum olur ki, Viktor Frankl'ın
getdiyi düşərgə əslində istirahət düşərgəsi idi və digər bir düşərgə hardakı adını sildirib o siyahıya saldırmağa etiraz edir. Əslində çox pis vəziyyətin yaşandığı bir düşərgə idi və hətta o kitabında yazır ki, sonradan eşidir ki, orada kannibalizm də baş verirdi və Dr. Edith Eger'in kitabından biz bilirik ki, doğrudan da kannibalizmin yaşandığı nasist düşərgələri var idi. Bu misalı çəkəndə bir dəfə tanışlarımdan biri məni sorğulamışdı. Demişdi ki, bir tərəfdən deyirsən ki, mübarizə aparmaq lazımdır, amma digər tərəfdən də deyirsən ki, Viktor Frankl kimi baş verənləri qəbul edib həyatın axışına buraxmaq lazımdır. Burada incə bir məqam var. Stoya fəlsəfəsinə görə biz əgər mübarizə aparırıqsa, mütləq bu əxlaq çərçivəsində olmalıdır, əxlaqi dəyərlər çərçivəsində olmalıdır. Viktor Frankl'ın situasiyasına qayıtdıqda, əgər o adını bu siyahıdan sildirib digər siyahıya saldırsaydı, ehtimal ki, onun yerinə başqası ölüm düşərgəsinə getmiş olacaqdı. Bu isə onun etik prinsiplərinə, əxlaqi prinsiplərinə ziddidir. Bundan əlavə, stoyaçılar həmişə deyir ki, addım atanda qarşında bir aydınlıq olmalıdır. Viktor Frankl'ın situasiyasında onu nə burada, nə də digər düşərgədə nəyin gözlədiyini bilmirdi. Eşitdiyi sadəcə olaraq bəzi şayələr idi. Ona görə də onun etdiyi addım stoik prinsiplərinə görə doğru bir addım idi. Amor Fatinin qəbullanmaq hissəsindən danışdıq, amma onun ikinci, ən çətin hissəsi baş verənləri sevməkdir. Düşünəndə ki, müasir dünya insanı, hansı ki onun istəkləri günü-gündən artır və xurafatdan uzaqdır və onun beyni əcdadlarının sağ qalma mübarizəsi nəticəsində xoşbəxt, şən yaşamaqdan daha çox negativ, təlaş içində yaşamağa dizayn olunub. Bax, belə bir insan həyatı istədiyi kimi getməyəndə, əldə etmək istədiyini əldə edə bilməyəndə, o necə xoşbəxtliyə sövq etmək olar, bunu düşünmək biraz çətindir. Amma stoya praktikasına görə bu mümkündür. Stoyaçılar deyir ki, baş verənlər nə qədər çətin olursa olsun, onun içərisində şükür etmək üçün səbəblər tapmaq mümkündür. Bu mənim özüm üçün də anlaşılması biraz çətin olan bir hissədir. Bu barədə bir neçə il əvvəl bir yazı oxumuşdum. Bir stoyaçı atanın oğlu çarəsiz bir xəstəliyə tutulmuşdu və o işdən ayrılmışdı ki, gəlib övladı ilə çox vaxt keçirsin. O şükür edirdi ki, nə yaxşı ki, az da olsa övladı ilə vaxt keçirmək üçün, gözəl vaxt keçirmək üçün imkanı var. Və onlar o qədər gözəl vaxt keçirirlər ki, o düşünürdü ki, onun övladı dünyadan köçsə də xoş hisslərlə köçəcək və bununla bir təskinlik tapırdı. Dostlar, bilirəm ki, bunu anlamaq hər birimizə çətindir, mən də daxil olmaqla. Çünki biz ümumiyyətlə xalq olaraq kədərlənməyə meyilliyik. Yaş olanda 3, 7, 40, 52 verənlər də var. İli dəfələrlə təkrarlayıb özünü kədərə sövq etməyi sevən bir xalqıq. Amma düşüncələr də əzələ kimidir. O, elastikdir və dəyişə bilər. Necə ki, əzəllər məşq elədikcə formasını dəyişir, düşüncə də o şəkildə dəyişə bilər. Stoyaçılara görə başımıza gələnləri sevmək üçün həm də onları bir məna çərçivəsinə salmalıyıq. Bu barədə mənim gözümü açan, bayaq adını çəkdiyim Dr. Edith Eger'in Seçim adlı kitabı idi. Bu kitabdan həyat haqqında öyrəndiyim çox şey var idi, amma onlardan ən vacibi məncə bu idi. Dr. Edith Eger öz bacısı ilə birlikdə Holocaust dövründə Auschwitz'dən sağ qalan azsaylı insanlardan biri idi. Biz bilirik ki, Auschwitz bəşər tarixinin ən qəddar hadisələrinin baş verdiyi yerlərdən biri idi və oradakı əsirlər inanılmaz bir işgəncəyə məruz qalırlar. Müəllifin yazdığına görə oradakı çox insanlar, o da daxil olmaqla, azadlığa çıxdıqdan sonra depressiyaya düşür. Burada maraqlı məqam odur ki, bu insanlar əsirlikdə yox, işgəncələrə məruz qalanda yox, məhz azadlığa çıxdıqdan sonra depressiyaya düşürlər. Bunun səbəbi isə o idi ki, onlar orada işgəncələrə məruz qalmasına baxmayaraq bir əmalla, bir məqsədlə yaşayırlar. Həyatlarının bir mənası var idi. Nə vaxtsa bir gün azadlığa qovuşmaq. Azadlığa qovuşduqdan sonra isə artıq bu məna onlar üçün itir və onların həyatının bir məqsədi qalmır. Tibbdə broken heart sindromu deyilən bir sindrom var. Sınıq qəlb sindromu. Bu sindrom əsasən təqaüdə çıxan insanlar arasında rast gəlinir. Belə ki, onlar sanki həyatlarının mənası itir deyə ürəklərində genişlənmə baş verir və ürək çatışmazlığından çox vaxt dünyalarını dəyişirlər. Məhz ona görə də həyatında hər bir şey olan, amma həyatının heç bir mənası olmayan insan, həyatında çox çətinlikləri olan, amma həyatının mənası olan bir insandan daha bədbəxt ola bilər. Bunlar kiməsə özünü aldatma, özünə təsəlli kimi gələ bilər. Çünki bir neçə il əvvəl həyatında çox çətin anlar yaşayan bir xanımla Amor Fatidən danışırdıq və ona deyirdim ki, o başqalarına baxa bilər, nə qədər onlar çətin vəziyyətdədir və öz halına bir mənalı olaraq şükür edə bilər. Amma bu xanım çox sərt bir şəkildə mənə demişdi ki, nəyə görə o özünə təsəlli verməlidir, başqa ondan pis vəziyyətdə olan insanlara baxıb. Əlbəttə o haqlı idi, çünki
beyinə hardasa manipulə edib xoşbəxt olmaq, yaxud da reallığın gözünə dik baxaraq bədbəxt olmağı seçmək insanın öz əlindədir. Amma mən hesab edirəm ki, bu videonu izləyənlərin seçimi xoşbəxtlikdən yanadır. Ona görə də Amor Fati dostlar, videonu izlədiyiniz üçün təşəkkür edirəm.